Bəli, artıq bəzi xəbərləri diqqətinizə çatdırdıq. Birləşmiş Ştatlarla Rusiya prezidentləri arasındakı telefon danışığı diqqətlə gözlənilir. Moskva vaxtı ilə 17:00-da, Bakı vaxtı ilə 18:00-da olacağı deyilir. Bu və digər istiqamətlər üzrə biz studiyamızda da geniş şəkildə danışacağıq. Siyasi şərhçi Rəşad Bayramov suallarımızı cavablandıracaq. Rəşad bəy, zəhmət olmasa buyurun, hər vaxtınız xeyir olsun. Xoş gördük sizi. Xoş gördük. Rəşad bəy, telefon danışığı gözlənilir və ümumiyyətlə bundan öncə də Rusiya-Ukrayna müharibəsi ilə bağlı xeyli danışıqlar gedib. Nəticə hələ də ürək açan deyil. Yəni İstanbul danışıqlarından da gözlənilən nəticə çıxmadı. Bu vaxta qədər ki, müxtəlif platformalarda olan danışıqlardan da. Bu dəfə belə bir telefon danışığının baş tutması Rusiya və Birləşmiş Ştatlar prezidentləri arasında nəyi dəyişəcək sizcə? Prinsip etibarilə böyük mənada heç nəyi dəyişməsə də, çünki bu ilk telefon danışığı olmayacaq. Bundan qabaq da telefon danışıqları olub və nəticəsi də ortadadır. Amma onda Trump'ın ritorikası biraz fərqli idi. Bəli, daha yumuşaq ritorikadan çıxış edirdi. Trump nəhayət başa düşür ki, Rusiya tərəfi faktiki olaraq prosesi uzatmağa yönəlik mesajlar verir və fəaliyyəti də sırf prosesi uzatmağa yönəlib və burada məqsəd də ondan ibarətdir ki, daha çox əraziləri öz nəzarəti altına alıb, ondan sonra bu və ya digər şəkildə danışıqlar masasında oturmaq. Amma bir tərəfdən Avropa İttifaqının özünün mövqeyi, hansı ki 30 ölkə konkret olaraq dərhal atəşkəs məsələsi ilə bağlı ümumi bir razılığa gəliblər və bu olmayacağı halda yeni sanksiyaların tətbiqi ilə bağlı da ortaq bir qərar var. Həm Avropa İttifaqının mövqeyi, həm rəsmi Kiyevin mövqeyi Trump'ı da bu istiqamətdə artıq belə deyək, konkret addımlar atmağa məcbur eləyə bilər. Və biz İstanbul görüşü vaxtı tərəflərin nümayəndə heyətləri ilə bağlı suala cavab verərkən və ümumiyyətlə görüşün nəticələri ilə bağlı suala cavab verərkən Trump'ın dediklərini də yaddan çıxarmamalıyıq. Trump dedi ki, təbii ki, belə olacaqdı, çünki mənim telefon danışığımdan və yaxud da mənim Trump'la görüşüm baş tutmayacağı halda ortaya bir konkret nəyisə çıxması mümkün deyil. O baxımdan bütün bu bəyanatlardan sonra əgər telefon danışığının nəticəsində də Trump istədiyini ala bilməyəcəksə, bu o deməkdir ki, dəyişəcək artıq siyasəti. Mütləq şəkildə dəyişməlidir, çünki bunun başqa yolu yoxdur. Baxın, böyük ölçüdə Ukraynadan istədiyini artıq alıb, yəni saziş imzalanıb, mineral ehtiyatlara çıxış imkanı əldə edib, digər vacib sahələrə birgə nəzarətlə bağlı ümumi bir razılıq var. İndi qalır maksimum şəkildə tez bir zamanda atəşkəsə nail olmaq. Çünki atəşkəs olmasa, Ukrayna ilə Amerika Birləşmiş Ştatlarında arasında imzalanmış saziş faktiki olaraq işlək saziş olmayacaq. Yəni sabitlik olmalıdır ki, ən azından heç bir normal şirkət, heç bir böyük kampaniya gətirib ora sərmayə qoyub, orada təbii ehtiyatların çıxarılması və s. bombalar altında həyata keçidə bilməz. Mütləq şəkildə atəşkəs lazımdır və ona görə də Amerika Birləşmiş Ştatları tərəfi davamlı şəkildə özünün o 22 maddədən ibarət sülh belə deyək, planında birinci vacib məsələni qeyd-şərtsiz atəşkəsin əldə olunmasında görür. Düşünürəm ki, bugün baş tutacaq telefon danışığında da məhz bu məqam xüsusi olaraq təkidlə Rusiya tərəfinin nəzərinə çatdırılacaq. Çünki, yenə deyirəm, bu günləri Amerika Birləşmiş Ştatları üçün prioritet Ukraynanın ərazi bütövlüyü və yaxud da həmin ərazilərin Rusiyanın nəzarətində qalıb-qalmayacağı deyil. Bunlar Amerika Birləşmiş Ştatları üçün sonraki müzakirə mövzularıdır. Bu günləri vacib olan dərhal və qeyd-şərtsiz atəşkəsin əldə edilməsidir ki, bu istiqamətdə də düşünürəm ki, Trump tərəfindən Putinə müəyyən mesajlar veriləcək. Rəşad bəy, Vladimir Putinlə Donald Trump arasında telefon danışığı dedik ki, Moskva saatı ilə 17:00-da, Bakı vaxtı ilə də 18:00-da reallaşacaq və bu saat dəqiqdir. Çünki Donald Trump öz sosial şəbəkəsində bunu paylaşıb. Rusiya tərəfi də təsdiqləyib ki, bəli, bu saatda telefon danışığı olacaq. Biz bilirik ki, bundan öncə də telefon danışıqları olub, amma bu qədər əvvəlcədən böyük bir anonsla reallaşmayıb. Bəzən telefon danışığı aparılıb, daha sonra ictimaiyyətə məlumat verilib, bəzən isə telefon danışığı ola bilər şəklində məlumat sızdırılıb. Sonra biz görmüşük ki, liderlər telefonla danışdılar. Bu dəfə dəqiq vaxtın açıqlanması, detalların verilməsi sizcə bu da hər hansı bir məqsəd daşıyırmı? Yəni, baxın, biz bu dərəcədə fokuslanmışıq mesajı mı verir, yoxsa ənənəvi olaraq Trump siyasətidir, ürəyi istəyib paylaşıb? Düşünmürəm ki, ənənəvi siyasət olsun. Yəni, həm
məsələyə daha ciddi baxışı ortaya qoymaq baxımından bu qədər razılaşdırılıb və burada bir önəmli məqam da ondan ibarət ola bilər ki, biz indiyə qədər belə deyək də eksplot danışıqlara şahidlik etmişik. Yəni zəng vurub, danışıb, hansısa məsələni müzakirə ediblər və o məsələlərdə də daha çox Ukrayna ilə bağlı məsələ yox, Amerika Birləşmiş Ştatları ilə Rusiya arasında olan münasibətlər müzakirə predmeti olub. Yəni sırf Ukrayna ilə bağlı belə geniş söhbət olmayıb. Amma bu dəfə konkret saatın deyilməsi, konkret vaxtın müəyyən olunması və baxın, bu telefon danışığından əvvəl biz Amerika Birləşmiş Ştatları rəsmiləri ilə Rusiya tərəfinin ayrılıqda bir neçə mərhələdən ibarət görüşlərinə də şahidlik etmişik. Yəni başqa sözlə, yenə qayıdıram Trumpın bundan əvvəl verdiyi bəyanata ki, bizim görüşümüzdən çox şey ortaya çıxacaq və çox şey həllini tapacaq. Bu o deməkdir ki, hansısa məqamlarla bağlı bir razılıq var ki, sadəcə onu rəsmiləşdirmək üçün və belə deyək də Trump administrasiyasının gücünü nümayiş etdirmək üçün, həm Avropa İttifaqına gücünü nümayiş etdirmək üçün, həm Ukraynaya gücünü nümayiş etdirmək üçün bu dəfə bu telefon danışığı üzərində böyük bir ajitaj artıq yaradılıb. Hər kəs telefon danışığının nəticələrini gözləyir və bu qədər fokuslanılıbsa məsələyə və əvvəldən də müəyyən görüşlər baş tutubsa, deməli nəsə olacaq. Mütləq şəkildə nə ilənsə bağlı razılıq əldə olunacaq. Rəşad bəy, deyilənə görə Zelenski özü də bundan narahatdır və müxtəlif məlumatlar tirajlanır bu haqda. Hətta beynəlxalq mediada, dünya mediasında da. Bilirik ki, Romada vitse-prezidentlə də görüş keçirildi. Marco Rubio-la, dövlət katibi ilə də belə bir görüş icra olunub. Zelenskinin həmin şəxslərlə, Birləşmiş Ştatların nümayəndələri ilə görüşməsi də təsadüfi hesab olunmur. Yəni bu telefon danışığından öncə böyük ehtimalla Ukrayna lideri tərəflərin diqqətinə hansısa nüansları çatdırıb. Sizcə belə bir görüşün keçirilməsi həm də bu telefon danışığı ilə əlaqəli ola bilərmi və Zelenski qarşı tərəfdən Birləşmiş Ştatlar nümayəndələrindən nə istəyə bilər bu tələsik Roma görüşü çərçivəsində? Bu Roma görüşü təkcə Zelenskinin istəyi ilə baş tutan görüş deyil. Burada həm də digər tərəfin, yəni həm Vensin, həm Rubio'nun təşəbbüsü məsələsi də var. Çünki telefon danışığı öncəsi onlar Trumpa Ukraynanın hansı məsələdə güzəştə edib, nələrdə güzəştə edə bilməyəcəyi ilə bağlı konkret bir məlumat verməli idilər. Bu məsələnin birinci tərəfi. İkinci tərəfi isə Zelenskinin narahatlığı da başa düşüləndi. Çünki İstanbulda keçirilən görüş və Rusiya nümayəndə heyətinin aşkarca şərtləri qəbul olunmayacağı halda müharibənin daha ağır bir fazaya keçəcəyi ilə bağlı etdiyi xəbərdarlıqlar və Zelenskinin də başa düşməsi ki, Amerika Birləşmiş Ştatlarına nəyin bahasına olursa olsun mütləq şəkildə atəşkəs lazımdır. Ona görə Zelenskidə bir qorxu yaradıb. Qorxu da ondan ibarətdir ki, həmin o atəşkəs müqabilində, yəni belə deyək də, Amerika Birləşmiş Ştatlarının artıq o təbii mineral resursları çıxarmağa başlaması deməkdir atəşkəs faktiki olaraq. Bunun müqabilində Trump nələrisə güzəştə edə bilər və yaxud da nələrlənsə bağlı Ukraynaya təzyiq üçün öhdəlik götürə bilər. Bu narahatlıq təbiidir Zelenskidə. Ona görə də bəri başdan nələrdə güzəştə edə biləcəklərini çox güman ki, elan ediblər və o baxımdan həmin bəyanatda ki, biz Amerika Birləşmiş Ştatları tərəfindən qəbul edə bilməyəcəyimiz hər hansı bir şərtin irəli sürüləcəyindən narahatıq bəyanatı da elə bu deyilənlərin nəticəsidir. Yəni sabahları bu telefon danışığından sonra Trump əgər yenə də birinci mərhələdə olduğu kimi birtərəfli şəkildə ancaq Ukraynaya təzyiq etməyə başlasa, Rusiyanın şərtlərinin qəbulu ilə bağlı, bu təbii ki, bir nəticə verməyəcək və nəticədə biz doğrudan da müharibənin daha ağır bir fazaya keçməsinə şahidlik eləyəcəyik. Ona görə də burada indi əsas məsələ, yenə deyirəm, o 22 maddəlik sülh razılaşmasında sonraki maddələrin nələrdən ibarət olması bir o qədər əhəmiyyətli deyil. Əgər danışıqlar masasına oturulursa, mütləq şəkildə atəşkəs lazımdır. Atəşkəsdən sonra artıq tərəflərin bir-biri ilə nəyisə güzəştə edib, nəyisə üzərində qırmızı xətt elan edib dayanması mümkündür. Yəni, birinci görüş... Yəni, deyirsiniz 30 günlük atəşkəsdənmi
razılığa gəlmədilər? Bununla bağlı mı razılıq birinci olmalıdır? məsələ budur. 30 günlük atəşkəs. Bu təkcə Rusiya tərəfi istəmir axı. Bəli, problem də ondadır. Bu Amerika Birləşmiş Ştatlarının istəyi deyil təkcə. Bu təkcə Ukraynanın istəyi deyil. Bu həm də Avropa İttifaqının ümumilikdə istəyidir və doğrudan da hamı belə hesab eləyir ki, atəşkəs şəraitində oturub danışıqlara başlamaq lazımdır, danışıqlar aparmaq lazımdır. Birinci görüş idi, başa düşülən idi. Çünki birinci görüş faktiki olaraq tərəflərin fikir mübadiləsi görüşüdür və bu görüşdə 1000 əsrin bərabər şəkildə qaytarılması ilə bağlı qərarın qəbulu əslində özü çox mühüm qərar idi. Biz xatırlayırıqsa, bundan qabaqki razılaşmalarda ən yaxşı halda 150 nəfər, 200 nəfər əsrin qaytarılması məsələsinə nail olunmuşdu. Amma bu dəfə 1000 əsrin birdən-birə belə deyək, mübadilə vaxtı qaytarılması ilə bağlı razılıq əslində tərəflərin hansısa formada danışıqları davam etdirə biləcəyinin anonsudur və yenə deyirəm, Ukrayna tərəfi təbii ki, danışıqlarda maraqlıdır və davamlı şəkildə bunu dilə də yatırır. Rusiya tərəfinin nə qədər maraqlı olub-olmayacağı isə bugünkü telefon danışığından və onun nəticələrindən asılı olacaq. Rəşad bəy, buyurun. Əgər eyni İstanbulda sərgilənən mövqe və yaxud da ondan qabaq Rusiya rəsmilərinin verdiyi bəyanatlar eyni şəkildə bugün Trumpla telefon danışığında da baş tutacaqsa, deməli bundan sonra görüşlərin keçirilməsinin mənası qalmayacaq və artıq doğrudan da sözün əsl mənasında Amerika Birləşmiş Ştatlarının Avropa İttifaqı ilə birgə müvafiq sanksiyaları işə salması lazımdır. Rəşad bəy, bir də biz bilirik ki, Ukrayna lideri Volodymyr Zelenski Trumpa məktub ünvanlayıb. Düzdür, burada daha çox ticarət sahəsindəki əməkdaşlıqdan bəhs olunduğu deyilir. Ukrayna Prezident ofisindən verilən xəbər bundan ibarətdir. Amma maraqlı nüansı odur ki, məhz bu məktub Marco Rubio və Winston görüşdən sonra ünvanlanıb. Yəni, Romada Zelenski əvvəlcə Birləşmiş Ştatlar nümayəndələri ilə görüş keçirir. Yəqin ki, hansısa mətləblər ona aydın olur. Daha sonra isə Donald Trumpa bir məktub ünvanlayır və bütün bunlar qısa bir zaman ərzində baş verir. Bugün isə telefon danışığı reallaşmalıdır Putinlə Donald Trump arasında. Sizcə məktubda hətta ticari istiqamətlər vurğulansa belə Zelenski daha çox hansı mesajı verməyə çalışıb? O xatırlatmadı mı sizcə ki, yəni sülh olmasa ticari əlaqələr də kağız üzərində qalacaq? Əslində Zelenski Trumpı kifayət qədər yaxşı tanıyıbdır bu müddət ərzində və onun maraqlarının daha çox böyük ölçüdə %90 ticari-iqtisadi münasibətlərə, Amerika Birləşmiş Ştatlarının şəxsi, belə deyək, ölkə maraqlarına dayandığını kifayət qədər yaxşı öyrənə bilibdir. Ona görə də bu telefon danışığı əsnasında məhz iqtisadi məsələləri qabardaraq, həmin o imzalanmış sazişi xatırlatma əslində Trumpa siz deyən mesajın ötürülməsi deməkdir. Yəni ki, doğrudan da bu istiqamətdə biz fəaliyyətə başlayacaqsa, bunun üçün Rusiya təzyiqlər göstərilməsi və döyüşün dayandırılması lazımdır. Təbii ki, kifayət qədər vaxtında ünvanlanmış mesajdır. Mən tamamilə əminəm ki, bu Trumpa məktubdan əvvəl eyni məsələ Rubionun da Vensin də nəzərinə çatdırılıb və onlar da əslində kifayət qədər yaxşı başa düşürlər ki, doğrudan da real atəşkəsə nail olunmadan bu günləri Amerika Birləşmiş Ştatları Ukraynadan əldə etmək istədiklərini böyük ölçüdə əldə edə bilməyəcək. Və bu, bilirsiniz nədədir? Vacibdir. Çünki atəşkəs təkcə Amerika Birləşmiş Ştatlarına öz maraqlarını təmin etmə imkanı vermir, iqtisadi maraqlarını. Atəşkəs həm də Amerika Birləşmiş Ştatlarına və konkret olaraq Trumpa mən bunu etdim, mən bunu bacardım, öz siyasi çəkisinin daha da artırılması istiqamətində həm Avropa İttifaqına sizin uzun müddətdir bacarmadığınız, sizin indiyə qədər bütün bu görüşlər, sanksiya paketləri və s.'nin bəhrə vermədiyi halda mən bunu edə bildim mesajının verilməsi üçün mütləq şəkildə Amerika Birləşmiş Ştatlarının özünə də bu atəşkəs lazımdır. Atəşkəs olacaqsa, düşünürəm ki, ondan sonraki mərhələdə, yəni söhbət bir aylıq təkcə atəşkəsdən yetmir. Bir aylıq atəşkəs sonra 2 aylıq da ola bilər, sonra uzadıla da bilər, çünki danışıqlar prosesi olacaq, nələrsə kimsə güzəştə edəcək və s. O baxımdan indiki mərhələdə tamamilə qeyd-şərtsiz atəşkəsin olması əslində Rusiyadan başqa tərəflərin hamısının maraqlarına cavab verir. Rəşad bəy, istəyərdim ki, qısa şəkildə Macarıstanın baş naziri Viktor Orbanın da açıqlamasına nəzər getirək. O deyir ki, Ukrayna Avropa İttifaqına daxil olmaq istəyir, çünki pul lazımdır ona və biz pullarımızın əslində Ukraynaya axmasını istəmirik. Viktor Orban bu barədə açıqlamaları daha öncələrdə verib. Yəni, Avropa İttifaqı liderlərindən biraz fərqli mövqedən çıxış edənlərdəndir. Bu kontekstdə istəyərdim ki, Macarıstanın mövqeyi Ukraynanın Avropa İttifaqına daxil olmasına necə təsir göstərəcək?
Əslində, baxanda bu sadəcə bəhanədir. Çünki Ukraynadan iqtisadi cəhətdən daha zəif, daha az resursları olan, təbii sərvətləri ümumiyyətlə olmayan çoxlu sayda ölkələr var bu günləri Avropa İttifaqının daxilində. Hətta təsəvvür eləyin ki, Ermənistan kimi bir ölkədə Avropa İttifaqına üzvlük proseduru ilə bağlı müraciət eləyir və Avropa İttifaqı ölkələri tərəfindən də bu, belə deyək, yox, siz gələ bilmərsiniz mesajları verilmir. Yəni, Ukraynanın təbii ki, ehtiyatları və gələcək potensialı kifayət qədər zəngin təbii sərvətlərə malik bir ölkənin Avropa İttifaqına üzvlüyü təkcə Ukrayna üçün vacib deyil. Bu həm də faktiki olaraq iqtisadi böhran keçidən Avropa İttifaqının özü üçün gələcək perspektivdə çox mühüm, belə deyək, bir dividendlər gətirə bilər. O ki, qaldı Orbanın bu məsələ ilə bağlı sırf bəyanatına, bu təbii ki, indiyə qədər verilən mesajların, indiyə qədər atılan addımların davamı kimi qiymətləndirilməlidir. Bu günləri Orban hesab eləyir ki, Ukraynanın Avropa İttifaqına üzvlüyü iqtisadi cəhətdən maliyyə yükünün artırılmasına səbəb ola bilər. Amma əslində məsələ o deyil. Əslində məsələ ondan ibarətdir ki, bu günləri ərazisində müharibə gedən və davamlı şəkildə bu təhdid olan bir ölkənin Avropa İttifaqına üzvlüyü sabah Avropa İttifaqını birbaşa artıq yeni bir təhlükə halında Rusiya ilə üz-üzə qalmaq məcburiyyətində qoyacaq. Onda da nə Macaristanın, nə hər hansı bir başqa ölkənin geri çəkilmək lüksü olmayacaq. Çünki əgər Avropa İttifaqının bir parçasına hücumdan söhbət gedirsə, buna cavab vermək məcburiyyətindədir. Rusiya ilə üz-üzə qalmamaq üçün bu günləri bu cür bəyanatlarla çıxış etməyi normaldır əslində. Təşəkkürümüzü bildiririk Rəşad bəy, minnətdarıq studiyamıza gəldiyiniz üçün. Dəyərli